Mollanın qonşuluğunda yaşayan bir oğlan evlənir. Gəlin gələndən düz 3 ay sonra doğur. Gəlirlər mollanın yanına ki, Allah, bu uşağın adını nə qoyaq? 9 aylıq yolu 3 aya gələn uşağa bircə ad qoymaq olar. Çapar. Mollanın eşşəyi itir, o car çəkərək deyir. Ay mənim gözü xallı eşşəyimi görən, ağbatı xeyir olan. Kim tapsa üstünə də bir zəhmət haqqı qoyub bağışlayaram ona. İndiki eşyayı bağışlayacaqsan tapana, daha niyə zəhmət çəkib axtarırsan? Siz bilirsiniz tapmağın ləzzəti nədir? bir gün mollanın eşşəyi itir. O da and içir ki, eşşəyi tapsam bircə manata satacağam, ürəyim soyusun. 1-2 gündən sonra eşşək tapılır. Mollanın and içdiyini bilən şəhərin lotuları kəsirlər onun yolunun üstünü ki, Molla, ya sabah gərək eşşəyi bazarda 1 manata satasan, ya da ki sözünə əməl eləmədiyini deyib, səni hər yerdə biyabır edəcəyik. molla qalır məəttəl ki, neynəsin. Fikirləşir, axırda bir pişik tutur, bir iplə eşşəyin boynuna bağlayıb gətirir bazara. Car çəkib deyir, bir eşşək satıram 1 manata, bir pişik satıram 100 manata. Ancaq ikisini də gərək bir adam ala. Molla bir gün arvadı ilə söhbət edir, birdən vəsiyyət edir ki, Öləndə məni bir köhnə qəbrə qoyun. Niyə? İnkir-minkir gələndə qəbrimin köhnəliyini göstərib, bəlkə sorğu-saldan canımı qurtararam. Molla qızını ərə verir. Gəlin aparılanda mollanı çağırırlar ki, Ay molla, gəl qıza xeyir dua ver. Bir də ki, bəlkə tapşırığın zadın var. Molla qızın yanına gəlib, qızım, yadında qalsın. Təzə getdiyin evdə nə qədər tikiş tiksən, sapın ucunu düyünlə. Yoxsa sap çıxar, iynə qalar əlində. Molla bir gün vəz eləyəndə deyir, Camaat, tibb elmi ibarətdir 4 xəttdən. Kim buna düzgün əməl eləsə azarlamaz. Ayağını isti tut, başını sərin. Yeməyə diqqət et, düşünmə dərin. bir gün birisi gəlib mollanın qapısını döyür ki, Ay molla, eşşəyini bir günlüyə ver mənə, meşəyə oduna getmək istəyirəm. Ay qonşu, vallah verərdim. Amma mənim eşşəyimin rəngi qaradır. Nə olsun rəngi qaradır? O üçün verə bilmərəm də. Vermirsən, vermə. Amma qaralığın buna heç dəxli yoxdur. Niyə yoxdur? Bəhanə üçün elə rəngin də dəxli var. yenə də bir gün molla eşşəyini götürüb meşəyə odun qırmağa gedir. Bir də baxır ki, əlləri yaman soyuyub. Yadına düşür ki, adam öləndə qabaqca əl-ayağı soyuyar. Tez ayaqlarını yoxlayır, görür ki, yox, elə ayaqlar da əməli başlı soyuyub. Əlim ayağım yaman soyuyub. Deməli mən ölmüşəm. Görək xəbərim yoxdur. Bunu deyib molla uzanır yerə və gözünü yumur. Sahibsiz qalmış eşşək dolana-dolana girir ağaçlığa. Bu anda bir neçə canavar eşşəyi görüb tökülür üstünə. Molla şıqqıltı ilə başını qaldırıb görür ki, canavarlar kəmali qayda ilə eşşəyi yeyirlər. Molla baxıb deyir, Ah, ay köpək oğlunun canavarları. Olaydı Molla Nəsrəddin diri, görüm necə yeyirdiz onun eşşəyini. Ölənin eşşəyini əlbəttə yeyərlər. Gecələrin birində mollanın evinə oğru girir. Arvad şıqqıltıya oyanıb yavaşca mollanı dürtməliyir ki, Açı, dur, evə oğru girib. Arvad, sən dua elə, o evimizdə bir şey tapsın. Əlindən almaq asandır. molladan bir gün soruşurlar ki, Molla, ölü aparanda tabutun qabağında olmaq yaxşıdır ya dalında? Özün bilərsən. Harasında olursan ol, amma çalışın içində olmayın.
Bazar günlərinin birində axşamüstü molla şəhərdən kəndə gəlmək istəyir. Kəndlilərindən 8 nəfəri öz eşşəklərini ona tapşırırlar ki, Molla, bizim eşşəkləri də apar kəndə. Biz bu gecə şəhərdə qalmalı oluruq. Hə, nə olar apararam. molla sayıb görür ki, öz eşşəyi ilə bərabər 9 eşşəkdir. Öz eşşəyinə minir, o bir eşşəkləri də qabağına salıb düzəlir yola. Yolun bir yarısında eşşəkləri sayıb gözdən keçirmək istəyir, bir dəfə sayır, 2 dəfə sayır, baxır ki, eşşək 8-dir. Boy, bəs bunun biri nə oldu? Çar-naçar eşşəkdən düşüb başlayır itən eşşəyi axtarmağa. Nə qədər axtarırsa tapa bilmir. Axırda yorulub otlayan eşşəklərin yanına qayıdır. Sayır, Hara getdi bu eşşək? Qoy bir də sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9... Tapıldı. molla arxayınlayır, yenə də öz eşşəyinə minib düzəlir yola. Biraz gedəndən sonra bir də sayır. Görür yenə eşşək oldu 8. Yenə düşür yerə, biraz o yana bu yana baxandan sonra bir də sayır. Görür yox, 9-dur. Lap kəndə çata-çatda bir də sayır. Görür 8-dir. Acıqdan kişini ağlamaq tutur. Bu halda bir uşaq çıxır onun qabağına ki, Molla əmi, niyə ağlayırsan? Ay bala, 9 eşşəyim var idi. İndi biri itib qalıb 8. uşaq eşşəkləri sayıb deyir. Ay Molla əmi, 9-dur ki. Molla bir də sayıb deyir. Hanı? 8-dir də? Molla əmi, bəs öz mindiyini saymırsan? Molla ancaq indi məsələni başa düşüb deyir. Ədə, bu zəmanə uşaqları nə yaman olublar, ey? Molla gecə yarısı çıxıb küçələri axtarmağa başlayır. Qaravulçu gəlib onu tutub deyir. Gecənin bu vaxtı buralarda nə axtarırsan? Yuxum qaçıb, onu axtarıram. İsti yay günlərinin birində qonşular gəlirlər mollanın yanına ki, Ay molla, bu birə bizi əldən dildən saldı. Gecə səhərə qədər yatmağa qoymur. Bəlkə sən bir dərman biləsən, neyniyək? Onun üçün çox yaxşı, çox da asan bir dərman var. Gecə yatanda yanınıza duz qoyun. Elə ki birə gəldi, tutun, sonra duzdan bir çimdik səpin gözünə. O saat olacaq kör, daha bir də sizi tapa bilməyəcək ki sansın. Gecənin bir yarısı molla tələsik arvadı yuxudan oyadır ki, Arvad, tez ol, eynəyimi mənə ver. Ah kişi, gecə qaranlıqda, yorğan döşəyin içində eynəyi nə eləyirsən? Arvad, tez ol, bir yaxşı yuxu görürəm. Ancaq bəzi yerləri qaranlıqdır beyə, seçə bilmirəm. Eynəyi ver yaxşı-yaxşı baxım. bir gün bir xəsis tacir molladan soruşur. Molla, bu dünyada ən çox kimi sevirsən? Mənim qarnımı doyuranı. Demək, əgər mən sənin qarnını doyursam, məni hamıdan çox sevərsən, eləmi? Məhəbbət ki var, əgər ilə məgər ilə olmaz. Gərək göz görə, ağız dada, qarın doya, könül sevə. Bir gün mollanın oğlu küçədən bir cib bıçağı tapır. Gətirib atasına göstərib soruşur ki, Ata, bu nədir belə? Bala, bu hələ təzəcə anadan olmuş mişar balasıdır. Sən yaxşı saxlaya bilməzsən, ölər. Qoy qalsın mənim cibimdə, böyüsün, elə ki dişləri çıxdı, oldu mişar, onda verərəm sənə. arvadı gecə mollanı yuxudan oyadır ki, Molla, evdə pişik var, qabları sındıracaq. Sağ tərəfindən o şamı ver yandırım, pişiyi qovum. Arvad, citsat deyilsən ki, gecənin bu qaranlığında mən nə bilim sağ tərəfim hayandadır?
Deyirlər ki, gecələrin birində yenə də mollanın evinə oğru gəlir. Nə qədər axtarırsa, əlinə heç bir şey keçmir. Mollama oyaq imiş, oğruya fikir verirmiş. Çox gözləyir, baxır ki, oğru əl çəkmək istəmir, fikri odur ki, elə hökmən bir şey çırpışdırsın. Təngə gəlib deyir, Ay qardaş, sən Allah qoy yataq. Vallah billah o şeyi ki sən gecə qaranlıqda axtarırsan, mən günün günorta çağı axtarıram, tapmıram. Günlərin birində mollanın inəyi itir. Yazıq küçələrə düşüb car çəkir, özü də tez-tez deyir. Kimə rast gəlir gəlsin, qazıya rast gəlməsin. Ay molla, qazıdan niyə belə qorxursan ki? Rast gəlsə nə olar? Sizin savadınız yoxdur, bilmirsiniz. Mən qanun kitablarına bələdəm. İnək qazıya rast gəlsə, salacaq o qanun kitablarına, halal eləyib inəyi yeyəcək, çox danışsam hələ özümü də cərimə eləyəcək. Molla arvadı ilə gölə paltar palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad bunu görüb qışqırır. Əkşi, qoyma. Qarğa sabunu apardı. Görmürsən, yazığın üst başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki. Biri qaça-qaça gəlib mollaya xəbər verir ki, Molla, tez ol gəl, evinizə ot düşüb yanır. Qapınızı nə qədər döydümsə heç kəs açmadı. Yəqin evdə adam yoxdur. Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdir, ev işi onun. Zəhmət olmasa ged onu tap, de ki gedib söndürsün. Mən onun işinə qarışa bilmərəm. molla ev tikdirir. Evi tikən ustaya tapşırır ki, Tavanın taxtalarını döşəməyə, döşəmənin taxtalarını isə tavana vurarsan. Molla, bunun səbəbi nədir? Ev qutarandan sonra evlənəcəyəm. Arvad da ki girdi evə, sabahsı ev alt-üst olacaq. Ona görə də indi baş ayaq vur ki, onda düzəlsin. yenə də günlərin bir gün mollanın arvadı mollo ilə mübahisə edir. Bu saat de görək, bizim hansımızı daha çox sevirsən? Məni, yoxsa ananı? Molla nə qədər andaman eləyib deyirsə ki, ikinizi də arvad əl çəkmir. Axırda arvad deyir. Bura bax, uzun eləmə. Birdən biz ikimiz də düşsək bir dərin gölə. Sən də olasan orada. Birinci hansımızı çıxardarsan? Molla baxır ki, iş şuluqdur, arvad mollanı yaman yerdə tutub. Odur ki, arvaddanan soruşur. Arvad, gərək ki sən azmaz üzməyi bilirsən axı. İsti yay gecələrinin birində molla arvadı ilə damda yatmış imiş. Gecənin bir yarısı arvad mollaya deyir. Ay kişi, sən Allah biraz oyana çəkil. Yaman istidir, laf bişdim. Molla bir söz deməyib çəkilir. Səhər molla yox olur. Arvad bir gün gözləyir, 2 gün gözləyir, 1 ay gözləyir, 3 ay gözləyir, molla gəlmir ki, gəlmir. 3-4 aydan sonra uzaq kəndlərin birindən gələn bir nəfər molladan belə bir sifariş gətirir. Bacı, molla soruşur ki, arvad hələ sərinləməyibsə, biraz da o yana çəkilim. Molla, arvadın çox gəzir. Onun biraz ipini yağ. Düzdür, mənim arvadımda pis xasiyyət çoxdur. Hər nə desəniz inanaram, amma gəzəyən olduğuna inanmıram. O yalandır. Nədən deyirsən yalandır? Ondan deyirəm ki, əgər gəzəyən olsaydı, ayda, ildə bir dəfə də azıb öz evimizə gəlib çıxardı. Bir gün Molla Nəsrəddin həyətdə cücələr üçün milçək ovlayırdı. Elə bu vaxt biri mollanın yanına gəlib soruşur ki, Molla, sən bilərsən, qiyamət nə vaxt olacaq? Hansı qiyamət? Molla, neçə qiyamət var ki?
İki cür qiyamət var. Kişi özü öləndə bu olur kiçik qiyamət, bax əgər arvadı ölərsə, bu olar böyük qiyamət. Bir gün Molla Nəsrəddin oğlu ilə bərabər üyütmək üçün dəyirmana buğda aparır. Buğdanı oğlunun dalına yükləyir, özü də onun dalınca yavaş-yavaş gedirlər. Yolları bir çala-çuxur yerdən düşür. Molla oğlunun nə dərəcədə hazır cavab olub-olmadığını yoxlamaq üçün deyir. Bala, gözlə, yükü aşırarsan. Bir dəfə bizim çərdəymiş eşşək burada yükünü aşırdı. Oğlan heç bir söz demir. Taxılı üyüdürlər, qaydanbaş molla nə qədər eləyirsə, oğlu onu dalına götürmür ki, mən yorulmuşam, həm də qaranlıqdır. Molla əlacsız qalıb onu öz dalına götürüb düşür yola. Elə haman çala-çuxur yerə çatanda oğlu daldan qışqırır ki, Ata, gözdə yıxılarsan ha. Dəyirmançı da deyirdi ki, burada çox at eşşək yıxılıb. Molla bazarda bir nəfərə rast gəlir. Tez salam verir, görüşür, qucaqlayıb öpür. Sonra bir də diqqətlə kişini gözdən keçirib soruşur. Qardaş, sən kimsən? İndi ki mənim kim olduğumu bilmirsən, bəs niyə belə cani dildən qucaqlayıb öpürdün? Valla, baxdım ki paltarım oxşuyur, saqqalın saqqalıma, dedim ki bəs sən mənsən. Bir gün bir məclisdə molladan soruşurlar ki, Molla, adamlığın nişanəsi nədir? Adamlığın əsas iki nişanəsi var. Birincisi odur ki, bilənlər danışanda yaxşı-yaxşı qulaq assın. İkincisi də odur ki, özü danışanda öz sözlərini eşidə bilsin. Bir gün molla evinə getdiyi vaxt yolda uşaqlardan biri onun əmmaməsini başından götürüb qaçır. Molla eşşəkdən düşüb başlayır uşağı qovalamağa. Uşaq görür ki, molla onu tutacaq, əmmaməni yoldaşlarından birinə atır, o buna, bu ona. Uşaqlar yığışırlar, əmmamə başlayır göydə oynamağa. Molla baxır ki, əmmaməni almaq mümkün olmayacaq, eşşəyi minib düşür yola. Yolda qonşulardan biri ona rast gəlib soruşur. Molla, bu nədir? Əmmamən hanı? Uşaqlığı yadına düşmüşdü. Getdi uşaqlarla oynamağa. Bir gün molla başqa kəndlərin birində işlədiyi zaman bərk azarlayır. Soruşurlar ki, Molla, şər deməsən xeyir gəlməz. İşdi başına bir iş zad gəlsə, kimin kimsən varmı ki haqqını ona göndərək? Yox, heç kəsim yoxdur. Atam ölüb, anamı da hələ ölməmişdən qabaq boşuyub. molla 50-60 yaşlarında ikən bir gün özünü çox pis hiss edir. Oğlu qaçıb tez bir həkim gətirir. Həkim uzun uzadı baxandan sonra mollanın oğluna deyir. Oğlum, atanın heç bir xəstəliyi yoxdur. Ancaq özünü pis hiss eləyir. Bunun da bircə çarəsi var. O da budur ki, gərək atanı evləndirəsən. Canım, bu qocalıqda kişini də evləndirərlər. Kəs səsini, sən həkimdən çox bilmirsən ki. Molla Nəsrəddinin bir çirkin qızı varmış. Bir gün toy eləyib qızını öz düşmənlərindən birinə ərə verir. O bu yığılıb mollanı danlayırlar ki, Molla, niyə qızını ona verdin? O ki sənin düşmənin idi. Adam da düşməninə qız verərmi? Qızımın üzünü görmüş olsaydınız, bu sözü deməzdiniz. Mən ona yaxşılıq eləməmişəm. Ondan intiqam almışam. bir gün yenə də mollanın arvadı ağrı çəkir. Molla tez qaçıb mamaça gətirir, özü də çıxıb həyətdə, qaranlıqda gözləməyə başlayır. Yarım saat, bir saat, bir də mamaça qışqıra-qışqıra gəlir ki, Molla, muştulumu ver, ata oldun. molla sevinir. Mamaça içəriyə girən kimi yenə də qayıdır ki, Molla, gözün aydın olsun, biri də oldu. molla gedir fikrə. Bu halda mamaça bir də içərdən qışqırır ki, Molla, dövlətin gəl ha gəl idi, biri də oldu.
Molla daha özünü saxlaya bilməyib qapını aralayır, mamaçanı səsləyir ki, Başına dönüm, ışığı söndürün. Bu köpək uşağı ışığa gəlir. Mollaya bir kifir arvad alırlar. Molla bir başına vurur, bir dizinə. Amma neyniyəsən? Başa gələn çəkilər. Molla səhər durub gedəndə arvad soruşur. Kişi, qohumlarından, qonşularından kimə görünüm, kimdən qaçım? Arvad, başına dönərəm. Mənə görünmədə kimə istəyirsən görün. gecə mollanın uşağı ağlayır. Arvad mollanı yuxudan oyadır ki, Malla, axır biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovut. Sən öz payını ovud, işin yoxdur. Qoy mənim payımı ağlasın. Günlərin birində Molla Nəsrəddin yelkənli gəmiyə minib səyahətə çıxır. Yolda şiddətli bir külək əsib gəmini oynatmağa başlayır. Gəmidəkilər yelkəni bağlamaq üçün dirəyə dırmaşırlar. Molla bunu görüb deyir, Kişilər, bu gəmi dibindən oynayır. Əgər oynamamağını istəyirsinizsə, dibindən bağlayın. Daha təpəsinə niyə dırmaşırsınız? Mollaya xəbər verirlər ki, Arvadın yıxılıb, ağlı başından çıxıb. Bir şey gərək əvvəldən ola ki, sonra çıxa. Arvad mənimdirsə, onun heç əvvəldən də ağlı yox idi. Görəsən çıxan nəymiş? Havanın soyuq vaxtı molladan soruşurlar. Molla, qışa nə hazırlayıbsan? Yaxşıca üşümək, bir də titrəmək. bir arvadın 18-19 yaşlarında çox ərköyün böyümüş bir qızı var imiş. Qız gündə cürbəcür tələblərlə yoxsul dul anasını təngə gətirirmiş. Axırda arvad mollanın yanına gəlir ki, Ay molla, qızım məni lap təngə gətirdi. Deyirlər sənin çox kəsərli nəfəsin var. Buna bir nəfəs sal, bəlkə biraz sakitləşsin. Bacı, mən qoca kişiyəm. Nəfəsim ona kar salmaz. Əgər sakitləşməyini istəyirsənsə, ver onu ərə. Elə ki, ev dərdi, çörək dərdi, uşaq dərdi onu çulğadı, onda elə sakitləşər ki, ha, lap quzudan da sakit olar. Mollanın birinci dəfə ailəsini şəhərə köçürməyi barədə belə bir rəvayət də var. Molla şəhərdə ev tutur, arvadı ilə oğlunu da kənddən şəhərə köçürdür. Oğlu şəhərdəki minarələri Gör, bunları tikən adamların boyu nə uzun imiş. Nə bildin? Gərək əli çataydı, ya yox. O boyda adam olmaz. Yəqin qabaqca yerdə böyrü üstə tikib, sonra dikəldiblər. ana-bala mübahisə eləyirlər. Hərə öz dediyini deyir. Molla görür mübahisə çox uzanacaq, söhbətə qarışıb deyir. Nə sənin fikrin düzdür, nə də onun. Bunlar su quyusudur. Tərsinə çeviriblər ki, gün vurub qurutsun, kif atmasınlar. Molla dəniz kənarı ilə gedirmiş. Bir də baxır ki, möhkəm susuyub. Nə qədər axtarırsa, şirin su tapa bilmir. Əlacsız qalıb dənizin suyundan bir qurtum içir. Su həm boğazını yandırır, həm də ürəyini bulandırır. Düzəlir yola, biraz gedəndən sonra bir bulaq tapır, suyundan doyunca içir, bir qabda doldurub gətirib dənizə töküb deyir. Mən həmişə çığır bağır salıb, mənəm deyənləri sənin kimi gördüm. Ala, bax, su belə olar. Birisi əlində bir yumurta gizlədərək molladan soruşur. Molla, əgər bilsən əlimdəki nədir, bu saat sındırıb, salıb yağa, qayğanaq eləyib verərəm sənə. Molla biraz fikirləşəndən sonra soruşur. De görüm rəngi necədir? İçi sarıdır, bayırı ağ. Aha, tapdım. Turpu dəlib, içinə zəfəran töküblər. Bir məclisdə bir nəfər haqqında söhbət düşür.
Bu adam arvad sarıdan çox talihsiz imiş. Gənc olduğuna baxmayaraq 2-3 ilin içərisində 5-6 dəfə evlənmişdisə də, arvadlarının hamısı ölübmüş. Məclisdəkilər onun halına yanırlar. Biri deyir: Yazıq, çox bədbəxtdir. Birinci arvadı 2 ay yaşadı. İkincisi heç bir ayda çəkmədi. Üçüncüsü 1 ilidir ki, gəlmişdi, öldü. Dördüncüsü, beşincisi, bu da altıncısıdır ki, bugün ölüb. Bir tərəfdə oturmuş molla öz kifir, bədxasiyyət arvadını yadına salıb deyir: Dünyada bircə nəfər xoşbəxt adam var ki, siz də onun adını qoyubsunuz, bədbəxt. Mollanın bir oğlu olur. Qonşular yığılırlar ki, Molla, gəl oğlana ad qoyaq. Bala, sənin adımı qoydum Molla Nəsrəddin oğlu Fat. Ay molla, uşaq oğlandır. Sən ona arvad adı niyə qoyursan? Bilirəm, ancaq arvadımı çox istəyirəm. Bəlkə sabah biri gün yıxıldı, öldü deyə adını uşağa qoyuram ki, ondan yadigar qalsın. Molla bir gün oğlunu bazara göndərir ki, kibrit alıb gətirsin. Oğlu kibrit alıb gətirir. Molla soruşur: "Hanı, aldın mı?" Bəli, almışam. Yaxşı, yaş deyirlər ki. Xeyr, lap yaxşı yanırlar. Nədən bilirsən ki, yaxşı yanırlar? Çünki alanda hamısını qabaqca yandırıb baxıb, sonra almışam. Mollanın başının ortası daz imiş. Bir gün dəlləyə başını qırxdırıb, dəllək pulunun yarısını verir. Dəllək soruşur: Molla, belə niyə? Bəs yarısını niyə vermirsən? Çünki sən başımın yarısını qırxıbsan. Digər yarısı onsuz keçəldi.